Komandamız son 2 ayda sualtı gəmi layihəsi üzərində çalışıb. Bu müddətdə həm araşdırmalar aparmış, həm də müxtəlif sınaqlar həyata keçirmişik. İlk olaraq gəminin 3D modelini hazırladıq və simulyasiya vasitəsilə sualtı hərəkətini test etdik. Daha sonra idarəetmə və elektronika sistemlərini quruluşunu planlaşdırdıq. Komponentlərini bir-birinə uyğunlaşdırdıq və ilkin funksional testlər apardıq. Korpusun detalının aparatı CNC vasitəsilə kəsərək montaj prosesini tamamladıq. Bütün mərhələlərdə həm texniki hesablamalar, həm də praktiki sınaqlar apararaq nəticələri təkmilləşdirdik. İlkin testimizdə gəminin ağırlıq balansı uyğun deyildi. İkinci testimizdə artıq gəmi tam ideal üzdü. Bu layihə bizə real mühəndislik təcrübəsi qazanmaq, sualtı sistemlərinin işləmə prinsipini anlamaq və komanda ilə koordinasiyalı işləməyi öyrətdi.